Hər şey kitabdan başlayır. Bir həqiqətdir ki, tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitabları bir-birinə istinadən yalan faktları tirajlayır. Bununla da erməni sayağı mənbə, yəni dəlillər sistemi yaradır. O ki, qaldı böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır, yaxud qat-qat sonraki köçürmələr şəklində meydana çıxır. Necə deyərlər, dum bəziyər də, ifşa edər də. Azərbaycan nümunələrinin mənimsənilməsi hayların köhnə adətidir. Bunu deyən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun sözlərinə görə 9 ildir ki, qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir devizi altında keçirilən konfrans, həm də ermənilərin öz etirafı ilə saxtakarlığı ortaya çıxardır. Bu tədbirin keçirilməsində məqsədimiz əqli mülkiyyətə xüsusən kitabları qoruyan müəllif hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, üstəlik əqli mülkiyyət hörmətini formalaşdırmaq və bu işlərə xidmət etmək və şübhəsiz ki, xay erməni saxtakarlıqlarını, uydurmalarını, yalanlarını ispat etmək fikrindəyik. Əslində, aprel ayı tədbirlərlə zəngin aydır. Belə ki, Əqli Mülkiyyət Agentliyi aprel ayında 3 beynəlxalq tədbirdə artıq iştirak edir. Lakin ermənçilik mifomaniyası bununla bitmir. Agentliyin sədri hesab edir ki, erməni sifarişi ilə muzlu xarici müəlliflərin çox sayda əsəri tarixi saxtalaşdırmağa yol açır. Kitablara çevrilərək dünyaya yalan toxumu səpir, beynəlxalq ictimai rəyi çaşdıraraq uydurmaları qəbul etmək məcburiyyətində qoyur. Bəziləri qəsdən yalan səpir, digərləri aldanaraq yalanı yayır. Kamran İmanov Azərbaycan əraziləri haqqında etnocoğrafi hay erməni fitnə və hilələri adlı məruzəsi bu dəfə də əcnəbi alimlərin, o cümlədən erməni əsilli tarixçilərin fikirlərinə istinadən hay erməni siyasətinin riyakarlığını, erməni uydurmalarını yeni dəlillərlə ifşa etdi. 2023-cü ildə bu yaxınlarda Armeniyada bir ictimai struktur peyda olunub. Özdə adı çox gürültülüdür. Qardman, Şirvan, Naxçıvan Ümum-Erməni İttifaqı. Fəallığı müxtəlif bəyanatlarla və daimi Azərbaycanı pisləmə ilə bağlı bu təşkilat belə yazılıb bunun nizamnaməsində. 1982-ci, 1992-ci illərdə Azərbaycanın müxtəlif regionlarından Armeniya köçən xay ermənilərin hüquqlarının müdafiəsi ilə bağlıdır. Əslində bu təşkilatın yaranması 2020-ci ilin sonunda Qərbi Azərbaycanın icmalının formalaşmasına belə demək olar, simmetrik bir cavabdır. Kamran İmanovun sözlərinə görə erməni müxalif mediasında qeyd olunduğu kimi təşkilatın peyda olması Paşinyanın təşəbbüsüdür. Konfransda Əqli Mülkiyyət Agentliyi ilə Qərbi Azərbaycan icması arasında anlaşma memorandumu imzalandı. Sonra konfrans işini müzakirələrlə davam etdirdi. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransı Prezident İlham Əliyevin fikirləri ilə başa çatdırdı. Stat, siyasi İrəvan revanşist düşüncələrindən əl çəkməlidir. Bizim təklif etdiyimiz sülhü dəyərləndirməlidir. Ermənistanın 29 min kvadrat kilometr ərazidə rahat yaşaması üçün bir şərt var. Bizim şərtlərimizi qəbul etməlidir. Firuzə Nadir, Röya Qarabağlı, Elçin Tağıyev, ASTV Xəbər.